Amerikanın pizza paytaxtı hardadır? Bu sualın cavabı illərdir müzakirə mövzusudur. Bir tərəfdə incə və böyük dilimləri ilə məşhur New York pizzası, digər tərəfdə isə Chicago'nun dip dişi. Chicago pizzası ilk dəfə 1940-cı ildə Pizzeria Uno'da bişirilib. Əslində o klassik İtaliya pizzalarına bənzəmir. Görünüşünə görə daha çox tortu xatırladır. Qalın xəmir, içində əridilmiş pendir, üstündə isə pomidor sosu. Bəziləri bu pizzaya bıçaq və çəngəl tələb edən yemək deyir. Bu fərqli tərz təkcə dad məsələsi deyil, həm də zövqlərin savaşıdır. Chicago'lular öz pizzalarını daha zəngin və doyurucu hesab edirlər. New Yorklular üçünsə orijinal pizza incə və qatlanaraq yeyilə biləndir. Amma bir həqiqət var. Pizza hər zövqə uyğun ola bilər. Qalın xəmiri sevənlər üçün isə Chicago pizzası əvəz edilməzdir.